Gənclər salam, xoş gəlmisiniz yeni dərsə. Bu dərsimiz biraz fərqli olacaq. Bildiyiniz kimi order flow trade edirəm artıq mən IST ilə yanaşı. Yəni %70% order flow, 30% IST. IST-nə əsasən daha çox yön təyin etməkdə, bias istiqamət təyin etmək üçün istifadə edirəm. Enterlər və s. Order flow, footprint, market profile, bunlara baxıram. Nəysə, bunlar haqqında ayrıca detallı sıfırdan irəli səviyyəyə bir public mentorship gələcək zaten Azərbaycan dilində. Bu video sadəcə onu gözləyənə qədər boş qalmamaq üçün və hər gün mənə gələn o mesajlara bir hədiyyə olaraq paylaşıram. Yəni siz artıq bu videodan sonra gedib bir fon alıb bu modeli orada trade edə biləcəksiniz. Fonu keçmə ehtimalınız daha yüksəkdir artıq. Nəysə, vaxt itirmədən keçirəm videoyu. Yəni buradakı dediyim bəzi şeylərin arxasında çox məntiqli səbəblər dayanır. Sadəcə hələ ki siz footprint və s. bilmirsiniz deyə bunların üstündən keçməyəcəm. Ən bəsit, ən sadə, yalın halı ilə izah edəcəm. Arxasındakı səbəbləri də həmin order flow playlistinə başladıqda zaten anlayacaqsınız. Deməli, bizim ehtiyacımız olan alətlər nədir? Trading view, bir dənə qrafik lazımdır bizə. Daha sonra indikator var. İndikator, yəni hansısa bir random siqnal verən indikatorlarla səhv salmayın. Burada dediyim kimi arxasında order flow təməlli məntiqli səbəblər olan və ona əsasən əməliyyat asacağımız bir indikator olacaq. İndikatorun adı nədir? Cumulative Volume Delta, CVD. Bunu əlavə edirsiniz qrafikinizə. Burada aşağıda çıxır. Daha sonra baxaq görək nə cür istifadə edirik bunu. Baxın. Hələ ki ora keçməmişdən qabaq ilk öncə bunu sxematik olaraq izah edim ki, sizin ağlınızda fikir formalaşsın. Deyək ki bu bizim aşağıda olacaq bizim nəyimiz olacaq? CVD indikatorumuz. Okay. Yuxarıda da bizim qrafikimiz, qiymətimiz. Yəni CVD ilə qiymət demək olar ki 90% eyni yöndə, eyni hərəkətləri edirlər. Məsələn, deyək ki qiymətimiz burada yüksəlir, düşür, yüksəlir. Aşağıda da CVD onun kimi yüksəldi, düşdü, yüksəldi. Və bir məqam olacaq ki, qiymət, məsələn, gəldi bura, təpə yaratdı, burada da təpə yarandı. Daha sonra CVD həmin o yaratdığı təpənin üstünə çıxdı, amma qiymət çıxmadı və aşağı çöndü. Burada nə baş verdi? Yəni CVD-də, yəni volume deltalarında burada məsələn ən sadə necə izah edə bilərəm? Burada baskı, məsələn alış və yaxud da satış baskısını bizə göstərir CVD. Hansılar daha çox orderlər var. Məsələn, burada bu yüksəlirsə, əgər təpə yeni hay gətirirsə, deməli burada alıcılar nəsə order açır. Yəni burada alış əməliyyatları açılmağa başlayıb. Yəni CVD onu göstərir. Ona görə yüksəliş baş verir. Qiymətdə isə burada yüksəliş baş verərkən qiymətdə yüksəliş baş vermirsə, məsələn bu təpə keçilibdir CVD-də. Burada isə keçilmir. Qiymət dirənir. Burada bizə işarə gəlir ki, buradakı alış əmrləri, alış əməliyyatları udulur burada, yəni yeyilir satıcılar tərəfindən və qiyməti buraxmırlar yuxarıya. Burada əmrlər, bütün alış əməliyyatları, məsələn orderlərin burada udurlar və satış əməliyyatlarını qiyməti aşağıya davam etdirirlər. Burada nə anladıq? CVD yeni bir yüksəliş gətirir.
Qiymət isə gətirmir və qoruyur buranı. Bu bizim short setuplarımız olacaq. Yəni short axtaracaq bu hallarda. Yəni qiymət qorudu, CVD isə buranı keçdi yuxarı ihlal elədi. Ən sadə izahla. Təbii ki, bunun arxasında məntiqli order flow təməlli səbəblər var. Onları order flow playlistində zaten CVD üçün ayrıca bir dərs olacaq, daha detallı. O zaman tam məntiqini başa düşəcəksiniz. Hələ ki ehtiyac yoxdur, hələ ki bunu trade edə bilərsiniz. Daha sonra short üçündə bu short setup idi. Yəni short əməliyyatı bu şəkildə açırıq. Long əməliyyatlarda necə olur? Long əməliyyatlarda eyni şeyin tərsi olacaq. Qiymət deyək ki, düşür aşağıya, bura bir təpə dib yaratdı. Burada CVD-miz düşüb dib yaratdı eyni yerdə, eyni saatda. Daha sonra CVD baxırıq ki, yenə yeni bir dib yaratdı. Qiymət isə gəlir burada qayıdır yuxarı. Yəni yeni bir dib yarada bilmir. Burada satış məsələn əməliyyatları baskın olur. Satış əməliyyatları həcmi çox olduğu üçün məsələn belə bir satış baskısı görürük, amma burada nə görürük? Qiymətə yansımır həmin satış baskısı. Qiymətə yansımadığı üçün bu demək ki, artıq buradakı satış əməliyyatları absorbe olur və qiyməti burada qoruyaraq dibi yuxarı yönlü aparırlar alıcılar. Yəni bütün satış orderlərini burada udurlar və yolu özləri davam edirlər. Daha sonra biz bu halları görəndə, məsələn CVD-də yeni bir aşağı bir baskı var, amma qiymətdə o həmin bölgəyə baskı yoxdur, keçilməyib və qorunub. Bu bizə artıq long fürsəti verir və buradan longluruq qiyməti yuxarı. Və digər bir məsələ də var ki, qiymət aşağı keçər, CVD keçməz deyək ki, CVD bu şəkildə qalır. Bu halda trade eləməyəsiniz. Bu halda trade eləmirik, çünki ən yüksək ehtimallı halı CVD-nin keçdiyi, qiymətin keçmədiyi hallardır. Bizə lazım olan CVD-nin keçməməsi deyil, qiymətin qoruması, saxlaması, CVD-nin isə keçməsi, aralarında fərq olması. CVD keçən tərəfdir, ihlal eləyən tərəfdir, qiymət isə qoruyan tərəf olacaq həmişə. Əməliyyata çalışan bunlara baxacağıq. Məntiq bəsitdir, sadədir, o qədər çətin bir şey yoxdur. Keçək qrafik üzərində və indikator ilə göstərim onu sizə. Məsələn, trade etdiyim nümunələrdən birini göstərim. Baxın. Bu xət, görürsünüz, qiymət xətti. Həm qrafikdə, həm də CVD-də eyni hansı şamın üzərinə gəlirsə, onu göstərir eyni xət, düz xət şəklində. Burada nə görürəm? Burada görürəm ki, qiymət bir yüksəliş hərəkət edib burada. Eyni yer CVD-də də var. Baxın, yüksəliş. Bunu böyüdüm, daha net görünsün. Baxın, bu təpə, CVD-də də var bu hissə. Daha sonra nə olur? İkisi də düşüşə başlayır, düşür, düşür. Sonra yüksəlir, CVD yüksəlir, yaratdığı təpənin üzərinə çıxır. Baxın, çıxdı təpənin üzərinə. Amma eyni zamanda qiymət nə edir? Qiymətə necə yansıyır bu yüksəliş? Bu alış baskısı qiymətə yansımır. Yeni bir təpə yoxdur, bura qorundu. Artıq bizə işarə verilir ki, buradakı alış baskısı absorbe edildi və artıq satış yönlü gedəcək. Yəni qiyməti baxın, buraxmadı bu yuxarı getsin. Və buradan artıq satış yönlü əməliyyatlar düşünürük. Məntiq bu qədər bəsitdir, sadə. Heç bir çətin tərəfi yoxdur. Daha sonra başqa bir nümunə. Bu short yönlü əməliyyat idi, bu da long da var burada məsələn. Burada nə görürük? Qiymət bir dib yaradıb. Həmin dib hara gəlir düşür? Bura. Yüksəlib, bu da yüksəlib. Daha sonra düşür qiymət. Burada CVD düşür. Amma CVD düşəndə nə olur? Yaratdığı dibin altına keçir. Baxın. Burada aşağı yönlü satış baskısı var. Amma qiymətə necə yansıyıb?
O satış baskısı keçməyib aşağı. Bura yəni qorunub. Qorunduğu üçün yəni deyirik ki, burada satış baskısı qiymətə yansımadı. Buradakı satış həcmi, əməliyyatları absurd edildi və yuxarı yönlü qiymət gedə bilər. Və buradan da görürük ki, qorundu və yuxarı yönlü hərəkətini davam etdirdi. Bu da bu şəkildə bu qədər bəsit. Əməliyyatı necə aça bilərik burada? Məsələn, short bir order açmaq istəsəydik burada, görürük ki, artıq bu şamda keçildi yuxarı. Hansı şamda o? Bu. Baxırıq necə reaksiya olur. Məsələn, CVD yuxarı high gətirib, burada gətirməyib, izləyirik. Birbaşa atlamırıq əməliyyata. Məsələn, bu şamın altında bir qapanış gəlsə, əməliyyata girə bilərik. Və yaxud da bu şam belə fitil atıb yuxarı, fitilləyib sonra aşağı gəlib bağlasa, ondan sonra qara şamlar gəlməyə başlasa, ondan sonra da məsələn bu şəkildə aça bilərik əməliyyatlar. Məsələn, burada gövdəsi ilə qırılıb aşağı. Stopumuzu hara qoyuruq? Stopumuzu CVD-nin məsələn, CVD-nin baxın, keçdiyi hansı təpəni keçib? Buranı. Bu təpə ihlal olunub. Burada isə ihlal olunmayıb. Qiymətdə ihlal olunmayan yerə, yəni keçilməyən bölgəyə qoyuruq stopumuzu. Yəni qiymət oranı qorumaq istəsə zaten gəlməyəcək ora. Çünki CVD keçəndə bu keçməyib. Qoyduq ora. Hədəfimiz 2R, 1.5R, yəni 3R. Çalışın 2 və 1.5R arası saxlayın ki, çünki bu model gündəlik bir neçə əməliyyat verir. Yəni birdən çox, 2-dən çox əməliyyat verir sizə. Ona görə də və yüksək win rate var. Yüksək win rate olduğu üçün, çoxlu əməliyyat verdiyi üçün ona görə bir əməliyyatda məsələn bu qədər tutub saxlamaq mənasızdır. Nəyə görə? Çünki zaten sənin gün ərzində bir neçə haqqın var bu əməliyyatları yaxalamaq üçün. Və çalışın bazar sizə kar verəndə, profit verəndə onu saxlayın. Yəni itib getməsin. 1R gəldi, məsələn tutaq ki, karı keçdi. Stop entry alın. Buraxın məsələn 1.5-ə ya da 2-yə. 1.5-i keçəndən sonra stopu çəkin məsələn 1R-a yaxud 1.5R-a entry-yə. Elə ki break even edin məsələn, ya da break even deyəndə ki, karla edin. 1.5R kara çəkin stopu. Qayıdıb stop olanda 1.5R, 1R karla bağlansın əməliyyatınız. Çünki zaten gün ərzində 4-5 dəfə siz lap 1R-la belə stop olsanız, karla stop olsanız, günün sonunda 5R profitlə çıxmış olursunuz. Ona görə də tək əməliyyata fokuslanmayın. Zaten gün ərzində dəfələrcə fürsətiniz var və yüksək win rate-li fürsətiniz olduğu üçün buradan əməliyyata girdikdə etdiyiniz karı marketdə buraxmamağa çalışın, onu götürməyə çalışın həmişə. Nə dediyimi ümid edirəm başa düşdünüz. Burada da eyni qaydada. Gəldi, buranı observe etdi. Daha doğrusu aşağı vurdu, burada observe olundu. Buradan görürük ki, dəfələrlə lov gəlmir, artıq burada lov gəlib. Qorumanı görəndən sonra açırıq əməliyyatı. Və market haranın altına keçmir, bu dibin altına keçmir qiymətdə. Məsələn, CVD keçib burada. Qiymət isə keçməyib burada. Buranın altına keçmədiyi üçün ora qorunan bölgə deyirik və stop atırıq onun altına. Stop atırıq onun altına, yəni zaten bu işləyəcəksə qiymət ora gəlməməlidir. Biraz aşağısına qoyursunuz ki, elə olur ki, gəlir birə-bir eyni səviyyədən qayıdır. Hədəfiniz də yenə eyni qaydada. Məsələn, 1.5R kar bu kimi, məsələn, buradan qədər gəlib, çox gəlib, 4R yaxın gəlib. 1.5R kar zaten götürülə bilir burada. Dediyim kimi, stop entrylərdən çox istifadə edin, çünki bizim əsas məqsədimiz pul itirməməkdir. Pul itirmədiyimiz müddətcə oyunda qalırıq və məsələn, burada olar ki, stop entry olaq, digərində kar eləyək, digərində 1R, 2R, bu şəkildə karımızı yığmağa hədəflənək, fokuslanaq, bu şəkildə davam eləyək. Və bununla da bitmir. Bu ilkin versiya. Bu sadəcə bunu trade eləyə bilərsiniz, okey. Amma daha da güvənli olması üçün əməliyyatlarımızın əlavələr eləyirik. Necə? Gəlir məsələn bu indikatoru əlavə edirsiniz ekrana. Bu şəkildə görsənəcək. İndi qiymət çəkim ora. Bu indikator nə kimi bizə fayda göstərəcək?
Deməli, bu indikator Dyer-Guerterli teori. Ayarlar bu şəkildədir. Hamısını bağlamışam. Bir dənə mikrocycle'ları açıq saxlamışam. Rəngləri istədiyiniz kimi eləyə bilərsiniz. OK deyirəm. Deməli, bu cycle'lardır. Yəni sadəcə qutu olaraq zaman aralığı, periodlardır. Bir neçə dəqiqə gedir belə, sonra yeni bir period başlayır, bir neçə dəqiqə getdi, yeni bir period başladı, bir neçə dəqiqə getdi, yeni bir period başladı və bu şəkildə davam eləyə gedir. Və bizim bu stratejiyamızda nə kimi bir xeyri var, onu gəlin danışım. Deməli, bu fərqliliklər CVD ilə qiymət arasında olan təpə dip fərqlilikləri bu şəkildə olur. 2 dənə olur həmişə. Birinci dip, ikinci dip. Qiymətdəki, bu da CVD-dəki birinci dip, ikinci dip. Bu diplərin bu qutunun bir dənəsinin içində olmasını istəmirik. Onlar, yəni bu da middle stop olacaq, işləyəcək. Sadəcə olaraq daha yüksək ehtimal olması üçün bir dipin bir qutuda, qutu dediyim, yəni zaman aralığı bu müddət arasındakı perioda düşməsini istəyirik. Bir ikinci dibində daha başqa fərqli perioda düşməsini istəyirik. Yəni eyni periodda olmaması lazımdır bizə. Gördüyünüz kimi burada da hər ikisi, məsələn bu qara perioda düşüb, bu ikinci diblər isə bu boz olan perioda düşüb. Bu da artıq bizə təsdiq verir ki, daha yüksək ehtimallı oldu. Məsələn, hələ ki heç bir şeyin arxasında dayanan səbəbin izah eləmirəm. Yəni zaten ehtiyacınız yoxdur, onu sonra izah eləyəcəm. Bu dəqiqə siz fokuslanın bunu trade etməyə, backtest etməyə və s. Zaten məntiqli səbəbləri var. Heç bir şey boşuna deyil. Deməli, deyək ki, baxdınız, gördünüz ki, burada qiymət nə edir? Qiymət yeni bir low gətirmir burada. CVD satış baskısını göstərir, amma qiymət onu saxlayır, satış baskısını yansıtmır qrafikə. Biz işarə gəlir ki, qiymət yüksələ bilər. Ekstra olaraq baxdıq, gördük ki, bu cycle'larda da hər deyib fərqli cycle'a düşüb. İkinci təsdiqimizdə gəldi ki, buradan dönüş gələ bilər. Bu fərqlilik boşuna deyil. Buradan artıq əməliyyat açırıq deyirik. Saç əməliyyat açdım. Buradan buy. Stopu qoyuruq. Hara qoyuruq stopumuzu? Qorunan bölgənin altına. Bura qorunmuşdu. Məsələn, burada CVD kesib, qiymət kəsə bilməyib. Deməli, qoruyurlar buranı. Hədəfimizi də qoyduq. Məsələn, bu qədər. İrəliyirəm. Əməliyyatımız TP oldu burada. Daha sonra ikinci əməliyyata gəldik. İkinci əməliyyatda nə görürük? Gəldi qiymət. Burada bir təpə yaratdı. CVD-də də eyni şəkildə bir təpəmiz var burada. Daha sonra düşür hər ikisi də. İrəliyirəm. Nə görürüm? CVD-nin yaratdığı təpə alış baskısı ilə keçildi. Amma qiymətin yaratdığı eyni yerdəki təpə hələ ki kesilməyib. Bunu görən kimi artıq mən short planlar qurmağa başlayıram, amma birbaşa shorta kesmirəm. Deməli, getdim bura, stopu qoyuram bura, izləyirəm. Baxıram necə reaksiyalar burada. Burada reaksiyalar belə fitilli şamlar istəyirik ki, yəni qiymət artıq aşağıya çönmək istəyir, bunu görmək istəyirik. İkinci görmək istədiyimiz şey, məsələn, bu ağ şamın altında düşüş şamı ilə qapanış verməsi. Məsələn, baxıram. Bu şəkildə ola bilər. Yəni, buralardan əməliyyat açıb, selləyirəm. Stopumuzu qoyuruq yuxarıya. TP-ni də qoyuruq aşağıya. Deyək ki, məsələn, buralara bir yerə. Neçər olur deyək. 1.8 alır, idealdır. Deməli, ekstra olaraq nə baxırdıq biz? Cycle'lara baxırdıq. Yəni, bu təpələr bir cycle'ın içində deyil, yoxsa yox. Cycle'lar, məsələn, bu cycle'lar yenilənə gedir hər dəfə qrafik irəlilədikcə. Bundan əvvəlki zaman aralığı, məsələn, qutuya baxırıq. Dibin biri, bu hissə, sağ tərəf, bu boz cycle'ın içindədir. Burada görsənməsə belə, yəni bundan əvvəldə bir cycle var idi zaten. Bu diblərdə həmin növbəti cycle, əvvəlki cycle'da yaranıb deyə, yəni hər biri fərqli cycle'larda, dövrlərdə yarandığı üçün
Artıq bizim üçün ekstra bir təsdiq var. Yəni bu fərqlilik, CVD ilə qiymət arasındakı fərqlilik daha yüksək ehtimallıdır. Çünki fərqli saykllarda yaranıb. Və artıq əməliyyata daxil oluruq və irəliləyirik. Qiymət görək necə olur. Və əməliyyatımız uğurla sona çatır. Bu şəkildə. Yəni gördüyünüz kimi bəsitdir. Nümunələr həm short yönlü, həm long yönlü göstərdim. Çox uzatmayacağım dərsi. Bunun notlarını çıxardın, ya şəklini çəkirsiniz, neyəsiz. Daha çox backtest atın, live test atın hətta. Ondan sonra artıq özünüz görəcəksiniz win rate-ini də, potensialını da. Ekstra olaraq əlavə etdiyim şey dediyim üçüncü. Əməliyyat açdığınız saatlara makro saatlarına düşməsinə diqqət yetirin. Nədir makro saatları? Hər hansısa bir saatın məsələn tamam olmağına 10 dəqiqə qalmışdan elə bir ki XX50 XX10 məsələn belə bir şey. Burada hardadır? Məsələn 21:50 burada. Baxın 21:50 ilə 22:10. Bu 20 dəqiqəlik periodda yaranmağını istəyirik bu təsdiqlərimizin. Bu saat aralığında yarananda daha yüksək ehtimal olur, nəinki kənarda yarananda. Çünki bir saat açılışına, yeni saatın açılmağına 10 dəqiqə qalmışdan başlayır bu zaman və yeni saat açılışdan 10 dəqiqə sonraya kimi. Bu aralığında biraz volatillik arta bilir. Və o zaman da bunun yaranmağı ekstra təsdiq kimi istifadə edə bilərsiniz. Kənarda hər dəfə bu saat aralıqlarında da trade etməyə bilərsiniz. Kənarda yaransa bu cycle'lar və s. yenə də görəcəksiniz bunları backtest edərkən. Nəysə. Belə dediyim kimi order flow dərsləri, əsas detallı dərslərimiz də gələcək. Bir playlist şəklində dərs 1, 2, 3 bu şəkildə gələcək. Orada artıq bu volume'dur, deltadır, footprint və s. Market profilləri, həcmlər, həcm profilləri, bunlar hamısı haqqında detallıca danışılacaq. Sadəcə bu dediyim kimi sizin məsələn gözləyə bilməyənlər üçün bir başlanğıc hədiyyəsi olsun. Belə keçək live bazarda görək bizə işləm verəcəkmi? Baxıram. Məsələn burada nə görürəm? Bu təpə ilə bu təpə arasında yüksəliş yoxdur, amma burada eyni şey var. Bu təpə, bura baxın. Bu təpə ihlal olunub. Amma bu qədər uzun məsafələrə çox da önəm verməyin. Çünki nə qədər dar bir məsafə arasında olsa bu fərqliliklər o qədər də yüksək ehtimaldır. Məsələn zaman arasındakı məsafə uzandıqca effektivliyi də azalır. Hal-hazırda nə görürəm? Baxın burada CVD qiyməti bu təpəsinin üzərinə çıxmağa çalışırdı, düşdü aşağıya.
Hal-hazırda məsələn belə bir fərqlilik görürük. Xırda bir fərqlilik. Məsələn mən buradan kiçik bir riskli bir long əməliyyat düşündüm deyək. 1.5R. Burada hansı qaydalarımız əks idi? Burada məsələn cycle bir cycle, yəni bu qutunun içində yaranıb hər iki dibi. Məsələn bu az ehtimaldır. Evet, TP oldu məsələn. Evet. Belə gənclər, dediyim kimi izləmədə qalın. Hər kəsə uğurlar arzu edirəm. İnşallah ki bu modellə istədiyiniz payoutlara və s. çatarsınız. Düşünürəm ki hər kəs üçün uğurlu bir strateji olacaq. Və yaxud da belə edə bilərsiniz. Hazır bir istifadə etdiyiniz uzun zamanla məsələn bir konseptiniz var. Deyək ki bölgələriniz var. Deyək ki, həmin bölgənizi çəkirsiniz. Məsələn, ora qiymət gələndə long gözləyəsiniz. Gəlib qiymət orada dəyəndən sonra sizə müəyyən təsdiq verəcək. Bu zaman qiymət orada dəyəndə aşağıda CVD-də baxırsınız. Qiymət yeni bir dib gətirib. Amma burada qoruyursa bölgəyə gələndən sonra deməli ki, qiymət yuxarı getmək istəyir. Yəni bölgəniz düz işləyəcək. Sizə ekstra təsdiq kimi və yüksək reytli bir təsdiq olacaq. Yəni bunu istifadə etmək sizin artıq fantaziyanızdan asılı olaraq dəyişir. İstədiyiniz qədər dəyişə bilərsiniz, istədiyiniz qədər əlavələr edə bilərsiniz. Zaten bunun arxasındakı dayanan səbəbləri irəliləyən dərslərimizdə danışdıqdan sonra, izah etdikdən sonra artıq sizə onların üzərinə qoya-qoya yeni öyrəndiyiniz bilgilərlə də birləşdirə özünüz zaten yüksək ehtimallı strategiyalar yarada biləcəksiniz. Uğurlar gənclər, yeni dərslərdə görüşənədək.